Bu dəfə resepti mən seçmədim. İzləyicilərimdən biri seçdi. Onun xahişi ilə umac alvası hazırladım. 500 qram una yarım stəkan su əlavə edib umacımızı hazırlayırıq. Videoda gördüyünüz kimi əlimizlə yaxşıca ovuruq ki, umac bir-birindən ayrılsın və dənəli halına gəlsin. Umac hazır olduqdan sonra aş süzəndən keçirdirik. Bu proses çoxlu zaman alır. Əgər siz prosesi tezləşdirmək istəyirsinizsə, bunu blenderdan da keçirdə bilərsiniz. Daha sonra umacı 3-4 saat ərzində qurumağa qoyuruq. Şərbət hazırlamaq üçün 400 qram şəkər tozu və 400 ml su əlavə edirik. Şərbət qaynamağa başlayanda 1 dilim limon əlavə edirik. Daha sonra 300 qram kərə yağını əlavə edib vamxodda əridirik. Yağ tam əridikdən sonra umacı əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Biraz qovurduqdan sonra sarı kök və duz əlavə edib qarışdırırıq. Dayanmadan qarışdırın. Qovrulduqdan sonra isti şərbəti üzərinə əlavə edin. Videoda gördüyünüz teksturaya gəldikdən sonra halva hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Rəylərdə fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Gələn videolarda görüşərik.